Herkese salam, kanalıma hoş geldiniz. Bugün yeni vloga başlayırıq. Bir neçə gündür ki artıq rayondayam. Qurban bayramına görə gəlmişəm rayona. Hal-hazırda bacımgildəyəm. Bacımın səhər işi var idi, ora getdi. Mən də səhər durdum, hamı yatmışdı. Sakit idi. Qəşəng buraları süpürürəm. Sonra çay dəmləyirəm. Tək oturub çay içirəm. Təmiz havada, açıq havada mənə də çox, qəşəng təsir elədi. Bəlkə də səsimdən hiss edirəm. Səsim tutulan kimidir. Çünki rayonumuzun havası mənə düşmür. Başlayır mənim allergiyam qalxmağa. Ona görə də səslərim özünü göstərir. Təzə gələn vaxtda bir dəfə dərman içdim, sonra gördüm mənə çox yuxu verir, ona görə də dərman içmirəm. Buradan sonra bacım gözləyim gəlsin, yemək falan yeyib çıxıb gedəcəyik gəndə atamın yanına, qardaşım gəldə gələcəklər. Bayramı hamımız bir yerdə qeyd edəcəyik. Sizdən bir istəyim olacaq, əgər kanalıma abunə değilsinizsə mütləq kanalıma abunə olub mənə dəstək olmağı unutmayın. Deyim olar ki, neçə aylardır ki gəlmirəm. 8-9 ay bundan əvvəl gəldiyimdir. Həm də anamın qəbrinin üstə gedəcəyik. Buradan da bayramgilə də gedəcəyik inşallah. Və siz neynədiniz? Qurban bayramını harda qeyd etdiniz? Rayonda olduğuma görə vlogumun ardıcıllığını necə çəkəcəyimi bilmirəm. Hara gittim, nə elədim, nə gördüm, onları səs olaraq çəkəcəm. Səsləndirmə etməyəcəm. İnşallah ki maraqlı alınar. Nəysə, artıq kənddəyik. Gedirik mamamın qəbri üstünə. Bacım sürür maşını. Tam maşını götürmüşük. Bu da ot batırdı çorabına. Soyunub. Gedirik, gəl. Deməli, mamam sentyabrda rəhmətə gedir. Nənəm də 2019-un Mart ayında. 6 aydan sonra rəhmətə getdi mamamla. Yəni mamam nənəmi saxlayırdı da əslində, yəni. Yatan ölməz yeter. Sonra deyirlər belə, gəlin belə, qaynana belə. Yad gəlin idi, heç qohumu deyildi. O birisi öz qohumu idi, heç nənəmiz baxmadılar, amma mənim anam baxıbdı. Allah hər ikisinə rəhmət eləsin. İnşallah məkanları cənnətdir. Biz gələndən bura yağış yağır, hava belə buludludur, həmin günü də yağdı. Hava ümumiyyətlə çox sərin keçir. Qəbir üstünə gedib gələndən sonra başqa yerə getmişik. Bacımın baldızı ilə onların həyatından səmanı çəkdilər. Buludlar maraqlı görsənirdi. Gəlmişik kəndə, uşaqları göndərdiyim mağazadan soğuk alsınlar. Gözləyirik maşında. Şoförümüz əsəbidir. Yağış yağır yenə. Birinci dəfə oraya girmişəm mağazına. Hamısı xəşdədiniz? Ayo, 80 qəpik alıb. Keçmişkən. Daha xəşdəmsən nə? Və bayramın səhəri günüdür. Artıq qurban kəsilmə vaxtıdır. Mən atam yuxudan durğuzub ki, gəl bunu çək. Əslində onun üçün çəkdim. YouTube'a belə şeylər qoymaq düz deyil. Qurban bayramımız mübarək olsun. Allah. İndi qurban kəsiləcəm, amma gözümü yuvub çəkəcəm. Ümumiyyətlə bunu da çəkən deyiləm. Atam üçün çəkirəm. Atam deyir, mənim üçün çəkərsən. Gəlinimiz yemək pişirir. 3 bacı da olmaz. 3 bacı. İsti də. Bu da eşət istedi. İçeriden gelmemişim. Hə, tanıyıb. Burası soyuq ola Baldızlar bilər. da işiyor, yemək. Çay içirlər. Plasamalar Gəlin işlədi. Yazın şərtdə, bir yazmışlar. Ay yazdı tez kaynatıyor samalar. Biz beləyik, biz gəlik. Yezdədir, gəlin dişlədir. Ya, Yani yemek pişirir. Yazdı samalar kaynadı. İşlədirik biz amma. Biz de hazırın nazirləri olmaq istəyirik. Böyle həmişə belə olmur. Alınmır, Belə şans alınmır. alınmır. Belə var, ləzzətini çıxardın, dadını çıxardın. Gəlmişik. Həyətimizdə belə ağac var. Ona baxın, işte. İlk dəfə deyəcəm, arzu tutun. Arzu tutun. Şey.
Bu da bizim qaraqat ağacımız. Əvvəl bu nə qədər idi? Seyda var. Əriyə ağacıydı bu. O Quruyub kuruyor. qalıb. Bunlar neler yiyor? Mamam var indi. Orada da var ya. Karagattan yiyor bu cünan da. Çolun içində qalır mı? Ay Allah Seyda bu eri ağacın üstünde o kadar oturup yiyeyim şeyi. Yadıma düşüyor. Kırmaşık üstüne. Büyük ağacıydı. Bir de Qolu böyle bənim yıkılırdı. oturan yerim idi. Ha böyle budakları şahı. Dağları yekərim. Otururduk üstünde. Şey, orada yiyirdik. Biz yumurduk ha. Biz Ağacı meyvenin üstünde yemişik hemşire. deyil indi də. İndi de hasiyetimizin üstündeyiz. Çünkü toz değil. Ay heyif ki. Tozu yok, torpağı yok. Yağış da yağıb yumaz. Buna bak da bunu şey, bu niye böyle kuruyor? Quruyub hə? Gəl, al. O bir səlindən al. O bir səlindən al. Bir anda özüm şeyi yakınlaştırdım. Düşdü içinə. Tansu düştü gördünüz. Hə, gördüm. Bir o da, bir o. Hə. Hazır, buradayım, hazırım, hazır. Bu da Hazıra Nazir. Fəhlə baba. Fəhlə baba harda da? Fəhlə baba orada. Bu da Fehla Baba. Bu da şahid. Uf. Ben de şahit değilim. Ben onu burası karzin kaçımı burada saklamışım. Karzin yığırsan ovcuna. Seydi. Bu da bizim bambuk kana. Hindistan sokakları. Hindistan bağı. Axın qara tutdu həyətimizdə. O qədər şirin dadlıdır ki. Kar tut başqadır, bu başqadır. Ayağı düşdü. Elime düştü. Əlimi heç soxulmuyor, göyə arxasına verdim ki, kadrda düşsün. Elə dadlıdır. Çox dadlıdır, şirindir. Ağ tutdan çox mən bunu sevirəm. Uşaq vaxtından elə. Ay, yer dolu deyə. Baxın, necə tökülür yerə. Allah bərəkət verib belə ağaclara. İyi. Mamma atayla gedim eve. Mamma Çox qəşəngdir. Hə? Qapqara oldu əlim. Mən atayla gedəcəm evə, yaxşı. Bir şey var ki, qara oldu. Üstü qara demədim mi? Yarpak niye kırırsan? Koy yık. Bu da çekildi şimdi oraya sorasın. Bir baksana Fadiye. Mama gel lan. Ne yaptırayım? Mama
İndi dayan at görüm hə. Hə nə oldu? Sedi girişine mi? Gelmişim buradan göy yığım. Görüm keçə biləcəm. Böyle lap yol qırağıdır. Buradan yığa bilsəm yaxşı. Bu kadar yığdım. Göy. Dağ eləyəcəm. Görək bəs eləyər görəsən. Buna siz tərəfdə nə deyilir ümumiyyətlə? Biz tərəfdə unuca deyirlər. Buradan üç başında həmişəki kimi Bəli, bəli. qabiliyyətli qız belə olur. Övün beni. Övün beni. Mənim güyüm, yumuşam hazırda. Ucu qanatlarımı düşdü. Hazırda. Burada da qatıq birinci qaynara düşəndə tikəcəm. Çöldə də kebab eləyir fayda. Kömür değil. Aa, bu şeyler uçur axı. Qoy da ölümün gitsin. Neyse. Qurban ətindən kebab. Şef pofurumuz fayda. Aa, o da samavar işin. Gelin onu da çekeyim. Bu da samavar. Ben de yukarıda dolga pişiririm. Kek atıp çay. Yok. Ara gayrı samavar hiç vaxt dəmi qaynatmır. Su qoymuşuq çölə. Geç oldu atıraq. Yani ciğer de değil var. Hə, iç salat da var. Hiç saat var yine hanım ben bu kömür ne kadar şey yandı. Əriyib yoxa çıxdı. Gətirək də kömür yoxdur ki. O Faridkin evindən gətirdiyi taxtalardan bəlkə yandırardı. Amma o da kül olur ha. Denmedi diyor. Yox, o da məncə çanın kül. arkasında Məncə da də Kömür var orada. Yok kömür değil o şeydi. Kömür olaqda ki bunlar nasıl olur? Satırlar. satmazlar. Evet. Kəndində bu şey Kette olmuyor. kömür satarlar. Satırlar, ne satırlar? Hadi. Satarlar. Aa, ne satırlar? Biz dersen ama bizimkine kara günlü değil. Ulan, saat neçə deyil, gecdir amma açıq olar ki. Bilmirəm. Gedim dalğaya da baxım. Yok tahtamız var orada birmiş o. Burası köl olacaq, yox? Olmaz bence. Şeyde Tural istersen getir onu yerdi. Benzin kök yandır. Benzin dök. Atamdan soruşma. Gərək deyərdi yalardı kömür. Bu da bilir ki kebab yiyəcək. Niyə almayıb? Ne bileyim. 2 gündə anons edirik. Kebab, kebab. Atam ömrü boyu kömür almış. Ömrü boyu bizi belə baxma böyle. Doğran içine soğan atmışım. Bir başı soğan. Ayla. Ayla limon yemək istəyir. Limon istəyir ki, götürəyəm. Niyə görüm Ayla?
bir neçə gündür. 3 gündür də gəlmişik buradayıq. Ha. Yox qızım. Uşaqlar burada top oynayır. Mən də burada biraz gəzirəm. Məsələn, darıxıram. Çox qala bilmirəm burada. Hava da istidir. Buludlanıb, yəqin yağış yağacaq. Ağaclığı gəzir. Evdə otura bilmirəm. Yaşlı çöldə adam gəzir. Düşürmüşdüm gözümü, tərəmişəm, qarası yayılıb. Bazar günü qaydırıq Bakıya. Kənd həyatı. Bu bir sinə ağacıdır. Atam o vaxt əkmişdi. Mamam onda sağ idi. Feyxa ağacıdır, balacaydı. Qar qırıb bir bunu. Qar möhkəm yağıb qırıb. Hə, Orada var yekəsi. yerə yatıb ağacı. Hadi bir tövbe var. Budağı düşübdü də, şey idi. Bildim ora bax, yekəli olur da, yəni o tərəfdə var. Bildim çiçəyini yaxından çəkim. Feyxanın çiçəyidir. Feyxa ağacıdır. Yemişdik ama bitir. Ya böyle böyük ağacıdır. Bu yerə yatıbdır. Qarşaqda eləyib deyir. Bunları uşaq vaxt tuturduq, heç ərkələr. Belə eləyirdi ya. Götürmür mənim üründə. Uşaq vaxt rəhətər tuturdum onu. İncə tuturdum ama qopartmırdım. Biraz saxlayırdım, oynadırdım, bıraxırdım. Bu belə alçalar, fındıq ağacı. Bunlar mamam əkmişdi. Ən yekə fındıqlardır bunlar. Demişəm, həyatım olanda fayvandan əkəcəm. Bu fındıq ağaclarından. Burada da vişne ağacı da. Gel gidelim yere. Rahim gel. Gel bura. Gel Rahim. Sonra Gel bura. Turab gel. Turab Instagram'da hesap paylaşır. Lan sıkıcı. Da vişne ağacı günde çekmiştim. Ona. Bir sıraya gelmişəm indi. Saplaqlarını yığacağım. Bunun bu saplağı var ya vişnenin. Bunları dəmiyib içirsən ödəm atır. Ona göre geldim yığım. Ki fayda ilə içək. Hani saplaq. Hiç yoxdur. Hələ təzə yetişir deyə. Gərək qırıb yiyəsən. Bu saqqız neydi? Uşaqlar verdi. Hiç sevmirəm saqqızı. Bunları dəmləyəcəyik, görürsünüz. Bunları dəmləyib içəcəyik. Sonra nə? Bir de bacım deyir ki, tutun, yarpağı şeker salır. Şekerin, yani onun içinde şeker dərman gərək içməyəsən də. Tut yarpağın dəmləyib içəndə bir şeker aşağı salır. Yani normallaştırır. Bacımda şey var, bizden şeker gedir. Gərək indidən macar ala qabağın ala da dərinləşməmiş. Trabını ye, saplağı mənə lazımdır. Hadi bu. Vişne. Buna boyda. Burada mecbur elliler biz saklıyorlar. Niye? Şeyde. Kim saxlayır səni? Harada qalmaq istəyirsən? Bak be. Gəms kəndi yazında. Heç kim qalmaq istəmir burada. Mamamın yoxluğu. Mamam olanda hamı bizə qaçırdı. İndi heç kim gəlmir. Qalmaq istəmir. Öz uşaqlarımızla. Hayda bu kurt düyü beye bala. Ama çok su deşik daha fikir verin. Hemen bütün yedim. Burada ne güzel temizliği var. Ağaçlarım şimdi.